Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxtilə müxtəlif təyinatlı torpaq sahələrində tikilən, amma sənədsiz qalan minlərlə evlərin sahibləri çıxarış ala bilmədikləri üçün müxtəlif çətinliklərlə üzləşir. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, həmin evlərin çoxu vaxtilə tikiləndi. Bu problemin qarşısını almaq məqsədi ilə bir il əvvəl əmlak amnistiyası tətbiq olunacağı deyilmişdi. Ekspert bildirir ki, bu layihə vətəndaş üçün sosial baxımdan çox önəmlidir. Elnur Fərzəliyev deyir ki, sənədsiz evlərin sayının çox olması əmlak bazarında süni qiymət artımına da səbəb olur. Amma eyni zamanda burada digər ciddi problemlər də var. Məsələ ilə bağlı Xəzər TV Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edib. Qurumdan verilən məlumatda daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sisteminin sənədsiz evlərlə hər hansı bağlılığı olmadığı bildirilib. Belə ki, sistemin yaradılmasına məqsəd daşınmaz əmlakın dövlət reyestri haqqında sənədlərin bu sistemə daxil edilməsi və həmin sənədlərdən istifadə edilməsidir. Onu da əlavə ediblər ki, bu sistem sənədsiz evlərin deyil, hüquq müəyyən edici sənədlərin olduğu daşınmaz əmlakların qeydiyyatı prosesini tam elektronlaşdırılmasını həyata keçirir deyə məlumatda bildirilib.